Əslində bu bir ürək layihəsidir. Biz sınıq könüllərin səssiz harayını cəmiyyətdə çatdırmaq üçün əlimizdən gələn və gəlməyən, bacardığımız və bacarmadığımız bir çox işlərin qulpundan yapışdıq. Gəlin etiraf edək ki, insan ayrıca əlahiddə heç vaxt xoşbəxt ola bilmir. İnsanın xoşbəxt olması üçün onun ətrafının, əzizlərinin, doğmalarının, dostlarının xoşbəxt olması vacibdir. Əgər hardasa sənin əzizlərindən birinin ürəyi ağrıyırsa, gözü yaşlıdsa, sən necə şad ola bilərsən? Bu, adi həqiqətdir. Təəssüf ki, ətrafımızda unudulmuş valideynlər, atılmış övladlar var. Biz həmin problemi qabartmaq istədik. İnsan o zaman xoşbəxt olur ki, həyatından o zaman razı olur ki, cəmiyyət xoşbəxt olsun, cəmiyyət zəngin olsun. Mən mənəvi zənginliyi nəzərdə tuturam. Bizim filmimiz həmin mənəvi zənginliyə çağırmışdır. İndi sizi filmlə baş-başa buraxırıq. Tamaşa edin. Sonda bizim Səssiz Haray ailəsi ilə sizi burada gözəl bir görüş gözləyəcək. Sağ olun. Ağıllı qızı, indi otur, məni gözləl anlayır. Yaxşı mı? Yaşadığını düşünməyəcək qız. Sənət xanım biz şu halinde böyüyəndən Yalan deyirlər. Andiç. Anamın canı üçün. Səssiz Haray filminin yaradıcı heyətinədir. Mən xahiş edirəm, bütün yaradıcı heyət səhnəyə buyursun. Təşəkkür edirəm dəyər verdiyiniz üçün. Təşəkkür edirəm 2 saat səbirlə tamaşa etdiyiniz üçün. Elxan Rüstəmova alqışlar gəlsin. Rəssam Sevda Məmmədova. Səs operatoru Murtuzan Nəcəfli. Qrim rəssamı Səadət Sadıqova. Rejissor asistentləri Anna Həsənbəyova, Anjela Xaspoladova, işıqçılar Kərəm Rüstəmov, Əlşad Mehdiyev, baş rolun ifaçısı İlhamə Əhmədova.
İdris dayı rolunun ifaçısı Mirzə Ağabəyli. Bizim aktyorlarımız Şuşadadırlar. Ədalət Abdülsəməd, Elçin Əfəndi, onlar Şuşadan başlayıb. Bizim gözəl sənətkarımız Qəmər Məmmədova. Dilarə Mələküllayeva. Zilfira Abdülsəməd. İstedadlı jurnalistimiz, həmçinin gözəl müğənni Fariz İlyas. Ruhiyyə Yusifova. Leyla Babayeva. Mən həmçinin ürək dostlarımı, həvəskar aktyorları, Quzarın adlı salon ziyalılarını bu səhnəyə dəvət etmək istəyirəm. Nəzifə Qahlanova. Mənsurə Xeyirova. Elnara Hacı Kərimova. Nüşabə Xələfova. Züleyxa Əhmədova. Cavid Tahirov. Filmimizi əzəmətli eləyən əlbəttə bizim balaca aktyorlarımızın çıxışı olub. Siz yəqin bundan razı olarsınız. Baş rolun ifaçısı Arsen Abbasov. Vadim Kərimov. Aydın Əmircanov. Bəhruz Məmmədli. İlhamə Süleymanova. Telman Soltanov. Və bu zalda bizim ən balaca dubləşçimiz iştirak edir. Səbinə Şıxkamalova. İndi səhnəyə ana mahnısının o gözəl ifaçısını Cəvahir Abdulovanı dəvət etmək istəyirəm. Sizin alqışlarını qarşınca. Qanadı sınıq leyim mahnısını xorla ifa edən qızları dəvət eləmək istəyirəm. Elvina Heydərova Soyuq Günəş filmində Yarqunat mahnısının ifaçısı. Və o cümlədən konservatoriyanın istedadlı tələbələri Diana, Aytən, Amelia və balaca səliyyatımız arzu edək ki, kədərli notlar ancaq filmlərdə qalsın, həyatda o cür notlar olmasın. İndi isə məmnuniyyətlə mən sözü əzizimiz, sevibilimiz İlhamə xanıma vermək istəyirəm. Axşamınız xeyir və çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb gəlib bizim bu filmə baxdınız. Çox sağ olun yenə də. Və bu Səssiz Haray filminin ssenari müəllifi, quruluşçu rejissoru və bəstəkarı Sədaqət xanım Kərimova. Allah can sağlığı olsun Sədaqət xanıma. Gözəl ürəyi olan, gözəl qələmi olan insan. Mən çox xoşbəxt insanam ki, Sədaqət xanım kimi gözəl insan tanıdım. Gözəl qəlbli, gözəl qələmi olan bir insan tanıdım. Çox sağ olun Sədaqət xanım. Çok teşekkür ederim. Güzel insan, güzel tanrım, güzel senetkar.
isə məmnuniyyətlə sözü bizim gözəl sərnöbərimizə vermək istəyirəm. Aygün Fətullayevaya. Axşamınız xeyir olsun, xoş gəlmişsiniz. Mən də başda Sədaqət xanımla əziyyəti, əməyi, duası, sevgisi keçən hər kəsi təbrik edirəm. Və sadəcə bir cümlə, bir-iki cümlə ilə filmə olan hissimi sizlərlə bölüşmək istəyirəm. Bu film olsa da bugün indi vaxtımız, amma bu həyatın bir parçasıdır. Doğrudan da belə uşaqlar var, belə yaşlılar var. Mən arzulayıram ki, bu insanları unutmayaq və hər zaman onların ailədən görmədikləri sevgini cəmiyyətdən almaqlarını ümid edirəm. Təşəkkür ederim. İndi isə məmnuniyyətlə Elşən Rüstəmovu mikrofona dəvət edirəm. Çox sağ olun, axşamınız xeyir olsun. Təbrik edirəm. Təbrik edirəm. Mən Sədaqət xanımı təbrik eləmək istəyirəm. Çünki filmin bütövlükdə müəllifi odur. Həm ssenari müəllifi, həm rejissor, bəstəkar, ümumiyyətlə filmin yaradıcısı odur. Sədaqət xanımın kövrək, həssas ürəyi var ki, bu cür həssas mövzuları qələmə alır və nəinki qələmə alır və indiki dövrdə onu filmə çevirə bilir. Buna görə təşəkkür edirəm Sədaqət xanım. Məni də bu Səssiz Haray ailəsinə dəvət elədiyinizə görə minnətdarım. Bütün həmkarlarımı, görürsünüz bir ordudur, filmi yaratmaq görürsünüz necə çətindir. Onların hamısını ürəkdən təbrik edirəm. Aktyorların hamısının ürəyi doludur, amma biz onlara çox əziyyət verməyək. Siz onların rollarını gördünüz, siz onları sevdiniz. Amma bir insan olmasaydı bu layihəmiz baş tutmayacaqdı. Mən həmin insanı indi səhnəyə dəvət edəcəyəm. Qusar Peşə Liseyinin direktoru İmaməddin Zəkiyov. Bu insan nəinki liseyin qapılarını üzümüzə açdı. Qollarını çırmalayıb bizdən bərabər işləyirdi. Biz neçə gün orada çəkiliş apardıqsa bizimlə yanaşı oldu. Onun o qədər səxavətli ürəyi var. Bütün heyət adından və tamaşaçılar adından çox sağ olun. İnan, bu film çəkilib qurtaranacan biz bir şeyə heyrət etdik. Dünyada nə qədər gözəl insanlar var, nə qədər duyğulu insanlar var, nə qədər həssas insanlar var. Və filmi çəkib qutaranda bir sual bizi düşündürdü. Bəs ətrafımızda bu qədər gözəl insanlar varsa, niyə həyatda unudulmuş övladlar var, atılmış valideynlər var? Gəlin hərdən bu barədə düşünək. Və bir gün yox, şüar xatirinə yox. Şəxsən biz bu filmi bir il gecə-gündüz bilmədən, dinclik bilmədən ərsəyə gətirməyə çalışdıq. Şöhrət xatirinə yox, əsla. Sadəcə cəmiyyətimizin diqqətini bu problemə yönəltmək üçün. Kaş bir gün ola, belə problemlər olmaya. Hər birinizə təşəkkür edirik. Sağ olun.